Və cənab Prezident Erdoğanın qarşısında Türkiyəni görəcək o qüvvələr dediyi, həmin o qruplar, qüvvələr kimlərdir, kimə bağlıdır və burada kim nəzərdə tutulur? Biz cənab Erdoğanın danışığındakı söhbətin demək olar əsas motivini bunu nəzərdə alsaq ki, Suriyədə güvənliyi ya təhlükəsizliyi pozmaq və Suriyəni parçalamaq. Yəni mən belə düşünürəm ki, iki məsələ üstündə dayanır və deyir biz buna müsaidə etməyəcək. İndi bu sualın cavabını tapmaq üçün ikinci sualı burada soruşmalıyıq. Kimlər Suriyədə təhlükəsizliyi ya güvənliyi pozmaq istəyirlər? Kimlər Suriyəni parçalamaq istəyirlər? Yəni bu sualın cavabını vermiş olsaq, bir çeşit sizin soruşduğunuz sualın da cavabını vermiş oluruq. Mən elə düşünürəm. Suriyənin demək olar güvənliyini pozmaq istəyən, təhlükəsizliyi orada pozmaq istəyən, aranı qarışdırmaq istəyən, ən başda gedən yeganə dövlət olmasa da, ən başda gedən dövlət İrandır. Bunu həm Bəşar Əsəd yıxıldıqdan sonra Xamneyinin ilk danışığında biz bu mesajı aldıq. Xatırlasalar hörmətli izləyicilərimiz, o zaman da bunu televizyonda da demək olar analiz elədik. O yerdə ki dedi, Suriyənin gənc, qeyrətli şii gəncləri, Suriyənin qeyrətli şii gəncləri bu sözü dilə gətirdi. Buna müsaidə etməyəcəklər. Yəni bəlli oldu ki, Xamneyi durumdan razı deyil, İran durumdan razı deyil və Suriyəni qarışdırmaq istəyirlər. Uzun da sürmədi. Yine ilə bu proqramda mən də var idim və bu məsələ haqqında danışdıq. Biz Suriyədə bir iç qarışıqlığına şahid olduq. Demək olar, güya Ələvi demək olar və Sünni davası salmağa çalışdılar və bir iç qarışıqlığına biz şahid olduq. Bir açıdan yəni bunu dövlət olaraq o nəzərdə alaq. İkincisi, Suriyənin parçalanmasını istəyənlər kimdirlər? Açıqcası mən belə düşünmürəm ki, İran gerçəkdən Suriyənin parçalanmasını istəyir. Çünki İran parçalanma kəlməsindən çox qorxan bir ölkədir. Bilirsiniz ki, İraqın quzeyində də hətta o iqlim ki vardı, bir neçə illər bundan əvvəl, hardasa 10 il bundan əvvəl, orada da bir referendum keçirtdilər və bir bağımsızlıq, istiqlal iddiasında oldular. Hətta ABD və bir hətta qədər İsrail də bunlara arxa durdu. Bir səviyyə, demirəm tam ciddi olaraq arxalarında durdular. Amma müəyyən qədər elə bir dəstək verdilər bu fikrə. Bəli, biz baxdıq, gördük ki, o planı 3 ölkə çürütdü. Biri Türkiyə idi, biri İran idi və biri də Ərağın mərkəz dövləti idi. O planın qarşısını aldılar. Yəni bunlar açıqcasını deyim, bu məsələ həm Türkiyəyə aiddir, həm İrana. Eyni halda ki, bir-birləri ilə böyük ixtilafları var və bu gün biz bu proqramda danışırıq. Zaman-zaman ayrı proqramlarda da danışmışıq. Amma hər üç ölkə, hətta Ərağı da mən buna daxil eləyirəm, bölgədə hər hansı bir ölkənin parçalanmasına qarşıdırlar. Türkiyə belə Güney Azərbaycan məsələsində bu qədər həssas davranmasının bir səbəbi o parçalanmadan demək olar əndişəli olduğu, öz şivələri ilə desəm, qayğılı olduqları məsələsindən doğru. Onun üçün mən İran, bəli, Suriyənin iç güvənsizliyini demək olar, iç güvənliyini əslində, təhlükəsizliyini pozmaq istəyir, əlindən gələni də edib büyünəcən eləyəcəkdir. Burada mənim şübhəm yoxdur. Amma Suriyəni parçalamaq mən bilmirəm, ola bilər. Amma mən qəbul eləyə bilmirəm ki, İran gerçəkdən Suriyəni parçalamaq istəyir. Necə ki, İran Ərağın parçalanmasına qarşı çıxdı. İran heç Türkiyənin də parçalanmasına məncə rizaət verməz. Düzdür, bəzi propagandalarında var. Amma məncə rizaət verməz. Çünki İran özü onda bu xətərlə üzbəyüz olur və özdə qorxur bu məsələdən. Bu açıdan deyirəm, rizaət verməz. Yaxşı. Amma orada ölkənin demək olar bütünlüyünü parçalamaq istəyənlər bir PKK-nın uzantılarıdır açıqcası. İndi burada biz çəlişki ilə üzləşirik. Gerçək budur. Çünki İran bir tərəfdən də PKK-ya dəstək verir. Yəni bir tərəfdən mən burada deyirəm ki, İran Suriyənin parçalanmasına müsaidə etməz. İstəməz ən azı. Bir əldən də deyirəm ki, PKK bunu istər. Və PKK-ya dəstək verən ölkələrin başında biri də İrandır. Yaxşı, biri də İrandır. Amma mən belə düşünürəm, İran PKK-ya
PKK-nın Suriyədəki uzantılarına, qollarına indi bunun fərqli adlar qoyublar. Bəli, vaqiət bu ki, hamısı PKK-dan və Qəndildən fərman alırlar. Bunu gizlətmək olmaz. Adını hər nə mənə qoyurlar, orada qoysunlar. Yaxşı. Məsələ buradadır ki, İran onlara o qədər dəstək verir ki, oradakı o iç təhlükəsizliyi demək olar poza bilsinlər, sabitliyi poza bilsinlər. Burada bir qızıl orta da var əslində. Sizin fikrinizi qüvvətləndirmək adına izninizlə bir haşiyə çıxmaq istəyərdim kiçik. İran tərəfinin əslində PKK, PYD və yaxud da müxtəlif qruplar adı altında fəaliyyət göstərən bu terror qruplaşmalarına dəstəyini bu cür də izah eləmək olar ki, əslində o Suriyanın bütövlüyünü ta ki parçalanmağını istəmirsə belə, bütövlüyünü hansı əraziyə qədər qəbul edir? Fəratın sol sahilini Suriyadırsa, sağ sahilində özü ilə İraq üzərindən təbii ki, Suriya və Türkiyə arasında bir bufer zonası yaratmaq üçün PKK-nı gücləndirməyində maraqlı ola bilər. Baxın, bu sizin fikriniz ola bilər, amma mən açıq şəkildə deyirəm, mənə qalırsa İran Suriye'nin elə tanınmış bu sərhədlərinin korunmasından yanadır. Tamam, amma orada sabitliyi pozmaq, orada təhlükəsizliyi pozmaq, orada aranı qarışdırmaq da İranın planlarındadır. Tamam, bu mənim baxışımdır. Ola bilər ki, mənim baxışım yanlış olar, amma mənim baxışım budur. Yaxşı, İran PKK-ya dəstək verir, amacı gerçəkdən Suriyanı parçalamaq deyil. İndi PYD olsun, SEYD olsun, hər nə olur olsun, fərqli adlar qoyublar özlərinə. Amacı oranı parçalamaq deyil, amacı oradakı o təhlükəsizliyi, oradakı o sabitliyi, oradakı o demək olar güvənliyi pozmaqdır. Bir qısa sürəli ola bilər ki, İran bunlara bəzi şeylər vəd eləsin, amma İranın uzun sürəli planları Suriyanı parçalamaq deyil. Necə ki, İsraildə məsələ o Kürdlərə bəzi dəstəkləri var, müəyyən dərəcədə dəstəkləri var. Bunu mən daha çox bu açıdan dəyərləndirə bilirəm ki, Türkiyə ilə Suriyanın arasında yaşanmış olan demək olar, özəlliklə bu 7 oktyabr macərasından bu yana gərginlikləri bir çeşit Türkiyəyə təzyiq göstərmək, Türkiyəyə baskı uygulamaq və Türkiyədən imtiyaz almaq, yəni avantaj almaq amaclı bu işləri görür. Gerçəkdən İsraildə Suriyanın parçalanmasını istəyir, mən şübhəli yanaşıram bu məsələyə. Tam yox da demirəm, amma şübhəli yanaşıram. Amma Sayın Erdoğan'ın danışığında mən bu üç ölkə deyəndə 2 ölkəni və bir terroristi qrupu onun söhbətlərinin demək olar müxatəbi kimi düşünə bilirəm. Dediyim kimi biri İrandır, biri İsraildir və biri də PKK-nın orada olan uzantılardır. Hörmətli Məmməd bəy, mən həm də istəyərdim sizdən bu danışıqlar masasında prosesin necə irəliləməsi ilə bağlı təhlillərinizdə işləyək. Nüvə proqramına qayıdır, yoxsa qayıtmır İran? Onların ritorikasını necə anlamalıyıq, necə başa düşməliyik? Nəzərə alsaq ki, İranın əslində bu cür hücum xarakterli bir ritorikasını hər zaman müşahidə edirik biz diplomatiyada. Ancaq son anda bir U dönüşünü də biz görmüşük tarixi təcrübədən dəfələrlə. Elədir. Əslində İranı anlamaq çox çətindir. Fransanın eski demək olar Cumhurbaşqanına François Mitterrand biraz çox əski olur. 30 il, 40 il bundan əvvəl. Deyirlər ki, İranlılar deyirlər ki, Batı dünyası bizi anlamır. O da dönüb demişdi, doğru deyirlər, amma əslində problem bu ki, onlar özləri də nə edəcəklərini bilmirlər. Mən bu sözdən yola çıxıram. Baxın, zaman-zaman Avropaya və Amerikaya meydan oxuyan bir rejimlə qarşı-qarşıyayıq. Zaman-zaman İsrail məhv olsun, İsraili məhv edəcək deyən bir rejimlə qarşı-qarşıyayıq. Zaman-zaman Amerikaya ölüm olsun, İranda hər gün səslənən bir slogandır, indisi də. Hər gün okullarda, məktəblərdə belə hər gün səslənən şüardır. Sadəcə cuma namazlarında deyil, sadəcə o demək olar meydan hərəkatında filanda Cumhur İslami'nin özünün hazırladığı protestolarda deyil. Bəlkə elə məktəblərdə hər gün sabah duanın yanında Amerikaya ölüm olsun şüarı verilir. Baxın, belə bir ölkə ki, zaman-zaman da demişlər ki, Amerika bir qələt eləsə biz belə eləyərik, İsrail cızığından çıxsa belə eləyək. Bu tip kəlmələri doyana siz İranın rəsmilərinin dilindən və məxsusən Xamneynin dilindən eləyə bilərsiniz. Google-da araşdırasınız
və çox sayda bu tip cümlələr tapasınız ki, İsrail cızığından çıxsa belə eləyərik, İsrail bir qələt eləsə biz belə eləyərik, Amerika bir eynən də bu kəlmə qələt eləsə biz belə eləyərik, yaxşı. Amma məsələ buradadır. İndi mən biraz ironik ləhnindən desəm, bu bir ildə bir qələt qalmadı ki, İsrail eləməyə. Mən biraz ironik ləhnindən deyirəm. Amma bunlar heç bir iş görə bilmədilər onun qarşısında. İranın mərkəzində İsrail gəldi, Haniyəni öldürdü, getdi. Bəli, yəni bir cızıq qalmadı ki, İsrail o cızıqdan çıxmıyor, amma bunlar bundan heç bir artıq iş nə etməlidir? Görə bilmədilər. Onun üçün, baxın, biz İranda yəni danışıq dil bir zaddır, amma o pratikdə, əməldə görünən iş fərqli olur və bu işi biraz təhlil eləməyi də biraz zorlaşdırır. Baxın, uzaq yerə getməyək. Trump İran təhdid elədiyində və müzakirələrin yenidən başlanması gərəkdiyini dilə gətirdiyində Xamneyi açıq şəkildə dedi, biz bu müzakirəyə yox deyirik. Açıq şəkildə dedi, biz bu müzakirəni qəbul eləmirik və yox deyirik. Və birdən-birə ölkənin demək olar pulu çox belə şiddətli vəziyyətdə dəyər əldən verdi, dəyərini itirdi. Yaxşı, Pezeşkiyan durdu, danışdı, dedi ki, biz istəyirik Amerikayla müzakirə eləyək, mübahisəyə girək. Məqam müəzzəm rəhbəri onun dediyi ifadə işlədirəm. Yəni Xamneyi yox dedi, biz də dedik tamam, bitdi. Yaxşı, eynən bu söz dedi. Amma bu sözdən 2 həftə keçmədi, biz baxdıq, gördük ki, Amerikanın, hələ İran tərəfi deyir ki, qeyri-müstəqim, Amerika tərəfi deyir müstəqim, biz də ya birbaşa, adam da baxanda adamın ağlı vardı, bu qeyri-müstəqim müzakirə ola bilməz ki. Yəni adamların ikisinin də demək olar təmsilçiləri durublar, gediblər bir ölkəyə, bir oteldə oturublar və orada müzakirələr gedir. Sonra deyirlər, yox, biz ayrı-ayrı müzakirə eləydik, biz birbaşa üz-üzə müzakirə eləmirdik. Və hər iki tərəf də buracan müzakirələrdən məmnun qaldığını dilə gətirirlər. Maraqlıdır, Amerika tərəfdə və İran tərəfdə və bu ittifaqda birdən İranın demək olar tüməninin qarşısında dolar birdən-birə çox böyük bir düşüş yaşadı. Yəni dolar ki baş tutub getmişdi, biraz aşağı indi. İndi bu müzakirələrin bilirsiniz davamı da olacaqdır. Əlbəttə İran diplomasisi hozasında çox başarılı bir ölkələrdən sayıla bilər. Gerçəyi deyək, İran eləyə bildi 25 ildən çox Avropa ölkələrinin başını qata uzun uzadı və sonuçsuz və nəticəsiz müzakirələrlə onların başını qata və arxada öz işlərini ki, nukleer ya nüvə məsələsi haqqında öz işlərini qabağa apara. Amma Trump bu seri biraz fərqli yanaşıbdır. Trump bəlli bir deadline açıqlayıbdır, bəlli bir son tarix açıqlayıbdır və deyib 2 ayın içində bir nəticəyə varılmalıdır. Mənim nəzərim budur ki, İran imkanı olduğu qədər zaman qazanmağa çalışacaqdır. Amma son çarə olaraq mən belə düşünürəm ki, müzakirələrdə Amerikaya hən demək zorunda qalacaqdır. Çün hən deməsə, bilir ki, bu iş İran üçün artıq qabaqçılar kimi deyil. Bu seri ölüm-qalım məsələsidir. Çox ciddi. İndi məndən soruşsaz, mən belə deyəcəyim ki, İran belə düşünür ki, Trump hər halda 3 il, 4 il, 4 ildən də az, 3 ildən biraz çox fürsəti qaldı Cumhurbaşqanlığında. Biz bu 4 ili ya 3 ili bir cür geçişdirək, Trump'dan sonra necə keçən seri biz nüvə anlaşmasını 5+1 ilə imzalamışdıq. O dəfə Trump durdu, bunu cırdı, qoydu qırağa. Bu dəfə də biz deyərik ki, qəbul eləmirik. Mənim anladığım İran və Amerikanın indiki müzakirələrindən budur ki, İran əlindən gəldiyi qədər çalışacaqdır, Amerikanın qoyduğu şərtləri icra eləsin və qəbul eləsin. Amma bunu illa ki bu nəticə olacaq üçün mümkündür, bəzi şərtlərin dəyişməsini istəyəcəklər təbii ki, ya yumuşanmasını istəyəcəklər və bunun bir nəticəyə çatması qarşı tərəfə də bağlıdır. Trump nə qədər hazır olacaqdır? Çünki Trump çox ağır şərtlər qoyubdu rejimin qarşısında. Nə qədər hazır olacaq bəzi şərtlərindən vazgeçə? Trump'ın şəxsiyyətinə və karakterinə baxdığımızda tacir olduğu üçün müzakirə əhli olan biridir, çənə vurmaq əhli olan biridir. Bunu ticarət dünyasında da görür. Baxın, dünyanın bir çox ölkələrinə gəldi, ekonomik olaraq bəlli bir cümrük demək olar, zadı təksi, vergisi nəzərdə aldı.
Sonra durdu 3 ayacan bilirsiniz bunları zad elədi, ertələdi. 3 ayacan dedi bunlar ertələndi. Sonra başqa ölkələrlə birə-bir müzakirələrə girdi. Mən görürəm elə bir fürsətimiz qurtulubdu. Bəli, vaxtımız yekunlaşır, hə. Hə, sözlərimi yekunlaşdırıram. Hə, müzakirələrə girdi bir başqa ölkələrlə. Yəni bir tacir olduğu üçün yeri gələndə o da geri addım atar. Biz əslən belə düşünməyək ki, Trump dediyini illaki görəcəkdir və illaki o olacaqdır. Onun üçün bu müzakirələr bəlkə rejimin həyatına biraz da mənim nəzərimə zaman tanıya biləcəkdir. Bu mənim təhlilimdir.